Sizləri igid qəhrəman bir oğlun anasının yanından salamlayırıq. O oğul ki, vətən torpaqları darda olan zaman vətən üçün sinəsini gülləyə sipər edən oğullarımızdan oldu. Antiterror əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan oğullarımızdan iki valideyn bizim yanımızdadır. Ramil Rəhimovun anası və Naxçıvan şəhərindən gəlmiş Ələsgər Əskərovun anası yanımızdadır. Bugün istədik ki, biz anamızın yanında olaq və onu sizlərlə tanış edək. Mən istəyirəm ki, bizim bax bu qəhrəman oğlun Ələsgərin anası bir-iki kəlmə Ələsgər haqqında bizim izləyicilərimizə danışsın. Buyur ana. Hoş canlısınız, Allah razı olsun. Canınıza değmesin. Şerifçi bacım bir kardeşiydi. Alıcı bacısının 10 yaş farkları var. Çok mehriban, qayğıkeş, dürüst olanıdır. Bizim için evimizin deyim direği. O kadar el tutanıydı. Uşaqlıqdan hamının sevgisini kazanmıştı. Orta məktəb tutarından sonra Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat Fakültəsində, Menizmetlik Fakültəsində okudu, qutardı. Sonra Asılana gəldi, Başçəliyin salandan sonra polis serjantı oldu, Çeviyalarda işə düzəldi. Burada vətanımız dardadır deyə vətən uğrunda terör əməliyyatı zamanı şəhid oldu. Məkanı cənnət olsun, məqamı uca olsun. Ramil Rəhimovun anası da elə tava-tamıya mənəvi dəstək olmaq üçün bugün ananın yanındadır. Bir iki kəlmə Gülhava ananı da dinləyək. Çox sağ ol Raziyə xanım. Mən də bugün özümə borc bildim Tavat bacının yanında olmağı. Tavat bacı Naxçıvandan gəlib, bura onun qızının evidir. İnşallah qızının evindən xeyir işlərə gələrik bundan sonra. Mən də Ramil Rəhimovun anasıyam. Terror əməliyyatlarından şəhidliyə yüksəlmiş Ramil Rəhimovun anası. Necə Ələsgər evin son beşiyi olduğu kimi Ramil evin son beşiyi idi. Bir fərqlər ondadır ki, Ramil ailəli idi. Ələsgər balamız ailəsi subay idi. Ailə qurmamışdılar. Çox sağ olun, həmişə şəhid ailələrinin yanındasınız. Bizlərə dəstəksiz, yorulmadan, usanmadan bu yoldasınız. Şəhidləri yaradırsınız, yaşadırsınız. Bu yolda sizə təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun, siz var olun və mən bir yazar olaraq istəyirəm ki, anamıza Ələsgərin ev muzeyinə Qarabağ Qartalları adlı kitabımı hədiyyə edim. Və burada mən igid qəhrəman oğullarımızın xatirəsinə həsr etdiyim yazılar var. O oğullardan biri də qəhrəman Ələsgərimizdir. Ruhu qarşısında ehtiramla baş əyirik və bu kitabı sizə təqdim edirəm. Mən dəyərli anam, Allah şəhidimizin məkanın cənnət, məqamın uca etsin. Bu vətən sizi unutmadı. Qəhrəman vətən oğulları. Hər zaman xalqın yaddaşında əbədiyyən yaddaşlarda yaşayan qəhrəman oğullar. Ruhunuz qarşısında baş əyirik, vətən sağ olsun.